Dillərə qulaq. Azərbaycan himninin Başladı. sözləri Heç nə sakit deməyəcəm. Pərviz. Heç nə deməyəcəm. Musiqisi kimə məxsusdur? Deməyəcəyim yoxsa bilmirsiniz? Bilirəm. Siz səmimi olun da, məncə bilmirsiniz. Biz efirdə Azərbaycan xalq artistinin, Azərbaycan musiqisi himninin sözlərini bilməyən də görmüşük. Yəni, bilməsəniz, siz qınayanlar olacaq, sözsüz. Elə birinci yanınızdakı jurnalist qınayacaq. Baxmayın ona. Nəyi? Yox, deyir bilərəkdən məndən. Baxın, musiqisi Hüseyin Hacıbəyovdur. Bilirəm ki, Hüseyin Mənə Hacıbəy. sözlərini deyin kimə mən. Sözlərini Editlə demişdi. Sakit, Pərviz, xahiş edirəm. Adını deyin. Mənim dostumun babası yazıb, ona görə də mən... Sizin dostunuzun hətta babası yazıbsa, siz bunu bilməlisiniz. Bilirəm, adlarla var. məndə ümumiyyətlə problem var. Əylə başlayır, yaxşı. Sakit, Pərviz, xahiş edirəm. Yox, sakit, bildiniz? Onlar dostumu yazır. Sakit, Pərviz. Mən durub gedəcəm indi, bilə-bilə eləyirəm. Əhməd Cavad. Bax, yox, sizin doğrudan dostunuzun babasıdır. Bəli, dostumun babasıdır. Sadəcə ad problemi. Məsələn, mənim bir dostum var, çox yaxın dostumdur. Adla bağlı problem var. Hərdən mənim adımın dondur, amma dostumdur. Məsələn, tam səmidiyim, məndə də var o. Birdən, keçən dəfə nə qədər düşünmüşəm, Üzeyir Hacıbəyov soyadını unutmuşdum. Qalmışam belə, istəyirəm oradan deyəm ki, uşaqlar mənə soyadını deyin, məndə də olur bu. Yox, Üzeyir Hacıbəyev unuda bilmərəm, çünki Üzeyir Hacıbəyev mənim ulu babamın qonşuydu. Həm də mən o tərəflərdə özüm böyümüşəm, Keçkəvərin yanındadır, yəni o tərəflərdə böyümüşəm. Əlbəttə ki, yəni biz, yəni bunu necə unutmaq Amma siz deyirsiniz ki, mən azdan çoxdan bilirəm, azdan yox, yaxşı da bilirsiniz, sadəcə ad problemimiz var. Amma o heç nə bilmir, o. Kim? O, ona bax, ora ağ paltarlı. Priyasan. Bilir. Bilir. Əlbəttə bilir. Yalandan demişəm. Hə, yalandan demişəm. Hə, Pərviz, sənə də bugün çoxlu suallarım var. Olsun. Bir dəfə məni paylaşmışdın ki, mənim riyaziyyatım yaxşı deyil. Mən? Hə. Yox. Yoxsa sən deyil, o birisi... Mən paylaşmamışım. Hə, o birisi saytdan Mən paylaşmışdın. səninlə bağlı işlə paylaşmıram, yəni pis mənada. Qonaqlarımla bağlı ola bilər, birdən gözümə çirkin görünürlər. Deyirəm ki, səhər-səhərdən bunlar niyə görsün, bir də onu deyə bilərəm. Amma səninlə bağlı işlə Mən paylaşmıram. sənə bir söz deyim. Bütün yazdığın statusları mən başqa pəncərədən baxıram. Çünki sənin yanaşmanı çox bəyənirəm. Tam səmimi deyirəm. Sabah mənimlə bağlı event paylaşsan, normal qarşılayaram, alqışlayaram yəni. Çünki bu sənin baxışındır. Mən o qədər artıq qəbullanmışam mənfi reaksiyaları, tənqidləri, bir dənə təhqir olmaz. Bu başqa məsələ. Amma sabah sən mənimlə bağlı mənfi bir şey paylaşsan, çox normal qarşılayaram. Mənə bəzən atırlar sənin bizlə bağlı o paylaşımlarını. Mən çox normal da qarşılayıram. Bir dəfə paylaşmışım, sizdən işlə paylaşmıram. Ümumiyyətlə verilişdən paylaşsan, Ofeliya Şabanovadan paylaşmışsan, Pünhan Piriyev və Ülviyə Namazovadan paylaşmışsan, Mətanət Əsədovadan paylaşmışsan. Mətanət Qameşdə, ikonadır. Dedi də çamadanını yıxsın, gəlsin. Nə vaxt gedəcəksən? Yaxın günlərdə gözlənilir. Bəlkə də